Baxın, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həftənin birinci, dördüncü gün oruç tutardı. Müstəhəb oruc. Birinci, dördüncü gün. Soruşanlar ki, ey Allah Resulü, niyə görə davamlı həftənin birinci və dördüncü günü oruç tutursan? Deyərdi ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həftənin birinci, dördüncü günü əməllər Allaha qaldırılır və mən də istəyirəm ki, əməllərim içərisində oruc olsun. Baxın, nə gözəl bir fayda. Həmçinin Peyğəmbərimiz aydan 3 gün oruç tutardı. Yəni ayın 13, 14, 15-i hicr təqvimi ilə. Nəyə görə? Deyərdi ki, hər aydan 3 gün oruç tutmaq bir ilin orucu savab yazılır sənə. Bunu hər kəs tuta bilər. Qış ayıdır. Həmçinin soruşurlar ki, bu bir fürsətdir. Neyniyək? Əlbəttə, kimin qəzası varsa qəzalarını tutsun. Ramazan artıq yaxınlaşır. Ramazan bilirsiniz, fevral ayındadır. Yəni fevralın təxminən 18-19-u deyək. Daha Ramazan ayı nə qaldı ki? Kimin qəzası varsa qəzalarını tutsun. Nə gözəl. Bu bir fürsətdir. Həmçinin ən gözəl orucu tuta bilər istəyən insan soruşur ki, mən daha çox oruç tutmaq istəyirəm. Davud əleyhissalamın orucu. Peyğəmbərimiz buyurur ki, əhəbbus siyam ilallah. Allah üçün ən sevimli oruc Davud əleyhissalamın orucudur. Bir gün tutardı, bir gün tutmazdı. Yəni Ramazan xaricində müstəhəb oruclar içərisində ən sevimli orucu Allah'ın Davud əleyhissalam orucu. Gün aşırım tutur. Bir gün tutur, bir gün tutmur. Onu tuta bilmirsən, həftənin birinci, dördüncü gün tut. Daha çox tutmaq istəyirsən, istədiyin qədər tuta bilərsən. Ardıcıl bir həftə, 10 gün, 15 gün gücün varsa, taqətin varsa tuta bilərsən. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bəzən davamlı tutardı. Ayşə anamız deyir ki, elə oruçları deyərdi ki, bu yemək yemir. Bəzən də müstəhəb orucunu tutmazdı, deyərdi ki, bu tutmur. Yəni müstəhəb orucda bu məsələ bir genişdir. İstədiyin günləri tuta bilərsən. Sadəcə cümə günü xüsusiləşdirmək olmaz, Peyğəmbərimiz buyurur. Cümə günü xüsusi olaraq bir gün əvvəl, bir gün sonra tutursansa, cümə günü tutmaq olar. 6-cı günü xüsusiləşdirməyin, amma bir gün əvvəl, bir gün sonra tutursansa, 6-cı gündə tutmaq olar.